14 fevral çok güzel bir gündü. İlk önce ben bütün sevip sevilenlere, ümumiyyətcə tek tərəfli sevənlərə, bir tərəfli sevənlərə, herkes şanslı olmur sevgi məsələsində. Bəziləri sevir, sevilir. Bəziləri sevir, amma o sevgisi tek tərəfli qalır. Yəni sevir, amma bir tərəfli, ikisinin də yerinə. Mən sizə bunu arzu etməzdim, dəyərli 12 bürc. Mən sizə bunu arzu edərəm ki, hər zaman sevib seviləsiniz və ümumiyyətcə həyatda qismətiniz, nəsibiniz çox güclü olsun, çox gözəl olsun. Sevəsiniz, amma seviləsiniz, dəyəriniz olsun. Boş-boşuna ac qarnına sevilməkdən getmir söhbət. Ac qarnına məhəbbət olmur. Dəyəriniz olsun. Bir çiçəklə də olsa belə dəyəriniz olsun. Aradan pərdə, aradan hörmət itiriləndə heç bir sevgi, məhəbbət qalmır. Heç zaman o aranızdakı o pərdə, o hörmət itməsin. Və kim ki qarşılıqsız sevir, o qarşılıqsız sevənlərin ən əsası mən bayramını təbrik edirəm. Allah Taala sizə qarşınıza elə insan çıxarsın ki, sizin dəyərinizi bilsin və sizi elə çox sevsin ki, siz ancaq o qəlbinizdəki o küskün sevgini ona yetirə biləsiniz, onunla bölüşə biləsiniz və ürəyinizcə olsun. Heç kəsə mən təklik arzu etmirəm. Allah Taala məxsusu təklik, heç bir bəndəsi tək qalmasın. Allah Taala sizi hər birinizi xoşbəxt eləsin. Kimiləri indi yeni ailə qurub, kimiləri nişanlıdır, kimiləri yeni ailə quracaq, yeni həyata başlayacaq, kimiləri iki canlıdır, kimiləri vətnində can daşıyır. Mən anlayıram hər birinizi. Əsas odur ki, Allah Taala hər birinizə sevgini, məhəbbəti belə 50-50-yə hər ikiniz də eyni olsun. Birimiz çox sevdik, birimiz az sevdik, belə olmasın. Sevib seviləsiniz. Sevib sevilənlərdən olasınız.